Yay gəldi belədir də. Kimin qapısının ağzından keçirsən, ya orada badımcan, qızarılmış badımcan iyi gələr. Nə bilim, ya kartovi gələr. Ya da ki o birci xörək bişirləri qəzanın içini doldururlar su ilə. Sonra nə bilim o soğandağ deyirlər, tomat qarışıq tökürlər onun içinə. Sonra da bir də yumurta sındırırlar içinə, yeyirlər. Kən yeri belədir də. Dayı kebabyan deyirlər ki, düzdür, kən yeri istirahat yeridir. Amma buna baxmayaraq cəmaət kasıbçılıqla yaşayır. Hər kəs bir cür yaşayır da, nə bilim, biri soğandağ deyirlər, nə bilim, o biri badımcan qızartması edir, yeyir. Yəni badımcan nədir? Bir kisəsi al ginən kən yerində 5 manatdır. Pomidor da həmçinin. Pomidor da ki mağazinlərdə doludur 10 manata, 28 kilo 10 manata. Mən də biraz balon bağladım, balonlar hamısı bıraxdı. O qədər əzab əziyyətim getdi hədər. Sənin o əzab əziyyəti, burada 5-10 manat pulum vardı, onu da balonun üstünə xərclədim. Balonlar hamısı bıraxdı, heyf pulumdan. Əzabla, əziyyətlə qazanmışdım, o da getdi. Nə bilim dostlar, qələmi qırılsın yazan, taleyimi yazan, qələmin qırılsın sən. Hə, nə bilim, nəsə bu qədər, salamat qal.